Dostlar salam. Bugün gedirik müdafiəyə və hər nə qədər yenə çox əsəbi gərgin də olsam, çünki bizim oyunu yenə də bir yolunu tapıb insanları gərginləşdirə bildi. İnsanlar yox, tələbələr üzr istəyirəm. Tələbə insan. Amma ki də videonun girişi olsun. Ailemizin YouTuber'ı. Yine sizlere düşünerek bütün hər gərginliğimi əsəbimi qırağa qoyub sizin üçün video çəkirəm. Biz bir aileyiz. Əsəbləşdiyimiz məqam odur ki, bugün məsələn 4 qrup alacaqlar və birinə 10-a, 11-30-a, işte 2-yə, 3-ə olmaqla səfərimizdə 4 şeyə bölmüşlər, saata bölmüşlər və bizi 3-ə çağırmışlar. Və mən yatmışam, səhər 11-in yarısıdır. Birdən bir zəng alıram. Əsla zəngin səsini eşitdiyimdən deyil. Sadəcə İstəmsizcə birdən oyanıram və zəngə denk gəlirəm, yəni əslində elə oldu. Və görürəm mənə deyirlər ki, saatı dəyişdiriblər, saat 12-yə salıblar. Və mən bu zonadan zaten o saatda durub hazırlaşıb çıxsam, heç hazırlaşmayım, pijama ilə belə çıxsam yenə də çatmaram. Bəlkə taksiyə falan atılasam, okey, amma o dəyməz də, yəni bizim onun üçün taksiyə minməyə dəyməz. Ona görə də pulumu belə şeylərə xərcləməyəcəm. Bizimlə bərabər bütün başqa qruplarda saat 12-yə çağırıblar. Məntiqsizlik başa düşə bilirsiniz və səhər saat 10-dan girən bir uşaq 11-in yarısı falan idi səbəbimizə, hələ də çıxmamışdı. Biz də bəyər kombinim. Mən haçan heç nə bilməsəm, kombinimlə işləri düzəltməyə çalışıram. Çünki deməsinlər ki, bu uşaq heç nə bilmir, sülh vidində də gəlib bura. Ən azından vidim onlara desin ki, bax, mən bu universitetin ən yaxşı tələbələrindən biriyim. Yəni, məni burada danışdırmaqla vaxt itirirsən. Geç məndən, başqa kimisə çağır, sual cavab elə. Məndə zaten sənin bütün suallarının cavabı artıqlamasıyla var. Ona görə bu görünüşü yaratmağa çalışıram ki, görünüş kifayət eləsin. Bu qədər, təşəkkür. Keçən videoda danışmışıq ki, bəs belə pis idi, elə pis idi, eləcər falan, amma niyəsini deməmişik. Çünki o qədər şamata qoyğu onun arasında keçib, biz səbəb açıqlaya bilməmişik. Ona görə ha dedik ki, universitet çox pisləməyək, qoy öz aramızda qalsın, içimizdə həll eləyək. Görürüm ki, bu universitet müdafiə olunmağa gəlmir. Ona görə də bugün bu videoda hər şey açıqlaması ilə yəni içəri girən kimi, daha girməmiş, qapıdaydıq və bizdən başqa uşaqlar girmişlər içəri. Onlar bizə dedilər ki, bizim masanı dəyişdirirlər. Niyə dəyişdirirlər? Anlamırıq. Bizim uşaqlar da bilmirəm, durublar, durğuzulublar, qucaqlarına götürüb aparıblar, yoxsa ki, necə oldu, orasını dəqiq bilmirəm, amma masalarını dəyişdirdilər. Yəni nə qədər oradan tərpənməyin desək də. Burada sizi bölməli oluram, editdən salam. Çünki orada gecikdiyimi fark etdim və durdum, qaçdım Uniyə və düşündüm ki, hadisənin digər qurbanları ilə birlikdə bunu təfərrüatı ilə anlatmaq daha doğru olar. Gəlmişik burada o gözləri deyənlər də gəlsin içəri keçək. Nadir, ne düşünürsen? Vlogumuza devam. Böyle dostlar, bunlar hep heyecanlıdır. Tecrübesizliği gelir. Ya yürü. Relax, benim Diyor ki ben relaxam. Nermin, vlogumuza danış. Dalış vlogumuza. Ne düşünürsen imtihan hakkında? Biraz şey elədim. Burada tonallı diye artistliklər elədiyim üçün o artistliyi mənim üzümə vuruldu. Bəli, tamam. Çünki çox heyecanlı. Elqonla danışırdım dostlar, özümü itirdim. Dostlar, bal çəkmək üçün bəhanə axtarırlar sağ olun. Hə, valla. Fidan içəridədir, Fidan deyil, bu da Nadirdir dostlar, Fidan deyil bu. Fikirlərdə bölüşmək oldu. Soruşlar, şəhəriniz maraqlısı. Bir dənə danışdım, heç nə demədilər, mən sonunda tutacağım. Görsən? Heç həqiqətən bir dənə dedim ki, şey dedim, başladım tez-tez danışdım. Məsələn dedilər, hə bir nəfəsə danışdım falan filan. Ondan sonra da şeydir, dedim ki, sonra bu qədər, həm də öyrəndi, nə taxtı bacarıqlarını. Hamı girdi. Nə? Gəlin. Sonra kimə xüsusi dəvətli məktub yazaq ki, Şahidim var. Şahidim var. Bu boyda giriş yazın, o boyda nəticə yazın. Şey.
Adı sensürlədən olar. Sağ ol. Bax, elə bir ki, bir səhifə onun sırf girişi ilə nəticəsidir. Ona takılmayıblar. Gəldilər mənim, bax, nəticəm elə bir səhifədirlər. 7 səhifə şey yazmışam. Gəldilər, tonallığa görə takıldılar da mənə. Tonallığa görə takıldılar mənə. Takılmaq istəyən hər şeylər İlişki. Nərmini də saçdırmağı saçırlar ya, saçmayıb. Nərmindən universitetin şeylərini soruşurlar ya. Burada sən şurada xarş edirəm. Hələ qutarmamışıq. O müdafiə elədi. Murat məndir ki, mən gəlirəm səndəndir. Özümü müdafiə edəməsə at kimi dirəşərəm. Değil mi Murat? Öyle bir şey değil. Öyle bir qardaş lazımdır. O şey var ya, şeytanın avukatı var ya. Ne kadar resmi surette şu an kurtarmış bulunuyoruz. Bir dakika bir de atıp cehennem olup yetseydi değil mi? Ben şey tullamıştım. Daimi keba. Devam tullamıyorum diyorum. O zaman müdafiə kombinimiz nasıl? Sonra durur müdafiə kombinimiz göstərir. Sana sever dedi ki bu kombin... Burada buramı düymələtdi. Mən də buramı düymələtdim. Müdafiə. Yani yakasın düğmelesin düğmeleme yürütü değilsin. Değil mi? Hayır. Nə də danışır? Sonra durursunuz bizde. Nə var abi? Koymuşam telefonu. Nəsə sən yığıldım ha. Nəsə əsəbləşmişəm. Allah sən bilirsən ki, xəbər götürür. Çıxart lan bunu səsizdən. Çıxart lan bunu səsizdən. Ne zevkli geldi. Bir video çekirdim. Normalde zevk gelir de şu oradan. Video çəkirdim. Sonra getdim çarjat sürdüm evde içip çıkacağım. Ama içeri bilmedim normal. Çıktım kaçtım. Elə onu deyirəm də, sifri yazırdı, Roz uzandı, ona nəsə dedi. Bilmirəm daha nə dedi. Hər şeydən mən ekskluzif görüşlərimi qoymada artıq sən videolarını mən ailəmin qabağına çıxardım qalmış. Zeybət harda? Mən 9 almışam, sən 10. Haydi. Hə. Tonallıqdan kəsir, görsən, hə, tamam. Siz Hiç balın söhbətini edirsiniz. tonallığı kəsdilər, dostlar. Alçaqlar sizə demədi, üzülməyin müəllimlərim. YouTube'a gelirsən. Yağma yanarız. Alçaqları şəxsən mənə və mənim arkadaş grubuma dedi. Tabii. Çünki biz alçağız. Alçaqlar Aymin aşağıdakı 3 nəfər. Gözlə. Saçımı heç nə demədim. Saçın zordu. Yox, indi qəbul eləmirəm. İndi qəbul eləmirəm. Ay, saçın çok güzel atırdım az olsa. İndi qəbul eləmirəm. Orada. Bu boyda həngamənin arasında sən mənə döyüb desəydin tabii ki. Ve de heyecanların ortasında. Kanalına bağlayacaksın. Ne yapıyorsun? Saçını tolmuyor bize. Ne? Tolmuyor. Ay, deyə bilərdim. Deyən Ya vallahi gördüm unuttum. Deyərdi, biləmədim. Rəşdə də artistlərime gəl. Beçəydən, ay, kesin bir videoda danışmışıq, Beçə biləkdir. Deməmişik, niyə? Baxanda o qədər qızıq oldum Kartı ki. istəyəcəm. Baxanda o qədər qızıq oldum ki. Peki, yəni Beçə arasında biraz nəsə demişik, amma çox şey eləməmişik. Məncə oturaq bunu biraz izləyicilərimizi izah edək. Dostlar, baxın sizə deyirəm. Yeməklər çox pis idi. Karton stəkan var idi. Yoğurt tapa bilmədim. Tapdığım yoğurtu dayı əlindən aldı. Dayı mən nə deyim? Diğer mahallar qoşmuşlar, bilmirsən yallı gedəsən, bilmirsən şalaxa oynayasan, bilmirsən diskoteka oynayasan. Mahnıları... Yeməklər həqiqətən, mən axşam evə gələndə məndən çox pis idi. Mən axşam evə gəlib yemək yedim məsələn üçün. Hə? Doymamışdım. Belə şey var? Allah, o minozlar çox belə xarab dad verirdi. Sezarın da içində kələmdən başqa heç nə yox idi. Yəni lupa ilə bəlkə bir dənə bu boyda toyuq tapardınız. Bəlkə bir dənə də pomidor, çeri pomidor. Onu da ki belə pomidoru belə 8 hissəyə də bölmüşdülər. Allah aşkına dostlar, universitetin qapısına belə səs çıxırsa, biz bu universitetə nə deyəcəyik? Bilemeyeceğim. Bir dəfə birləşib şey çəkərik. Adı sözü Universiteti görməbilir. Kakras şey gəlir. Adını niyə seçməlisiniz? Hə. Bu videoda yox. Şey, bu ayrı video halında çəkəcəm. Elmə saydım daha Yox, şey var. spoilerdı, yox. Deməli, 40 filmlər verin, bir də bombastik yanaşdılar da. Otur da zəhmət olmasın, o arxadan xatırlayın. İndi yazmış. Necə kanal sahibi idi? Belə qonağıyam burada mənim sumka qoltuğumda, namışım boynumda. Elə bir ki, yola düzələcəm. Sən beynəlxalq siyasətə hörmətin olsun. Beynəlxalq siyasətə hörmət diye bir şey dedim orada. Ne? Ne yanlışında? Ağzına gelen yanlış. Sakitçe otur. Ay olsa elim belə qoymuram. Şöyle dik tutun. Bir də otur şəkli belə. Xor eləmeyin.
Bizim bir dənəliyimiz var ya, sol əldə zəhləsi gedirdi. Sol əldə zəhləsi gedirdi. Mən elim belə qoyurdum. Mən dedim ki, əli o birisi əlinin üstünə aşır. Niyə? Mən belə edirdim. Üzü tərəfə dönüb belə edirdim. Niyə mən belə eləməliyəm? Bu ne demək? Sürekli sağ əlimi qaldır. Sol əlimi cırmam özümü. Deyirsən, mən deyirəm, heç kimə cavab vermir, mən də uzmur. Bir də mənəm əl qaldıram. Sən də dirəşmədən solu qaldırırsan, hə? Sağı qaldırsan da haqqımızda. Mənim deyirlər, şey eləmirsiniz, belə sol əli qaldırırsan. Pisik sənsən. Universitet gizliliyi hak etmir. Nə varsa açıq pamığa tökürük sandığa. Bizə bilet satan ikinci kurs tələbəsi bir uşaq imiş. Və onu satdığı bir bayram Arzu ay qızım, o birisi Hacı Bayram başladı. Arzu Arzu bizə satıb. Hə, o da ki hər şey qatıb bir-birinə. Və onun satdığı bütün biletlər də problemlidir. Sağ ol. Neçə oldu? Biraz balaşın. Şey. Ne? Şuna bir səbəb var. Ona əsəbləşmə. Allaha and olsun. Mənim problem eləyim. Ne şey bu burada? Elə ki, sən nətər oldu? Biz Niyə rəhbərə deyəcəklər ki, sən uşaqla şey eləmişsən, 9 dənə okey vermişsən, niyə okey vermirsən? Dedim onu, dedim ki, elmi rəhbərimi göstərmişəm, elmi rəhbərim okeyliyib. Qayıtdı dedi ki, o onun səhvidir, o sizin aranızdakı kommunikasiyasızlıqdır, mənim dəxlisi yoxdur. O kommunikasiya nə? Sonra temaya... Ardını araşdırmadı. Yox. Açıqı dedi. Sarı. Elə yaxşı deyib bir bol kəsir. O deyir ancaq, o deyir. O qarşıdır ancaq o. Sonra Sənə mən danışır elədi. bizə möhür deməsi yoxdur. Elmi rəhbər bizə icazə vermədi gedib şey eləməyə, imzalatmağa. Düzgün şey yoxdur, düzgün məlumat verən yoxdur. Sən də kulaqdan dolma bilgilərlə bir şey eləyib ortalığa çıxardın, sonra onu da başqa vururlar ki, mən Əsas odur, bitdi. Mən sənə əsəbləşirəm. Mən qayda deyim ki, Mən yerdə belə şey kimi oturmuşam, bir də bir şey var idi. Amma bir ışıqla ölçülür. şey, Su metrə ilə ölçülür. Məsələn, işıq amperlə nə bilim ölçülür, su vedrəmi ölçülür. ChatGPT yıxdı da. Deyirsiniz. Bilet satan Arzu ikinci kursuymuş və bizə demişdi ki, işte 40 indi ata bilərsiniz, 45 sonra ata bilərsiniz. Biz də dedim ki, biz də dedik ki, hə bomba kimi. Onda 40 ataq, 45-də sonra atarım. Ondan sonra birdən-birə dedilər ki, şeydir, yerlər dolur, hovuz qurağı istəyirsinizsə pulu tam gərək atasınız. Onu da atdıq. Ondan sonra dedilər ki, hovuz qurağında yer tutmaq üçün gərək 12 nəfər tam olsun. 12 nəfər də yığıldı. Ondan sonra yəni biz bir yer tutduq qoşunda. O yerdə bir masa tuta bildik nəhayət sonuçda uzun uğraşlardan sonra. Və getdik, içəri girən kimi bizə dedilər ki, girməmiş dedilər, daş bunu açıqlamışam. Ondan sonra Nərmin bu tərəfə gəldə balaşqan gülmürsən axı kameraya. özünü dışlamalı. Nərminin şey var, minnətə var, bir şeylə durdu. Sən. Dostlar, Bakı Dövlətinin bir də İqtisad Universitetinin şeyini görmüşəm, məzunum. Tam da süfrə hazır, sokuğu, moku, boşqabı. Hə, biz isə getdik orada danışdığım kimi. Dostlar, biz çörək parçaladıq. Elə idi. Yoxdur. Gəlin burada oturun dedikləri yerdə çimenin yanı, yəni barın yanı. Dostlar, orada nə bilim, stol tullamışlar. Hə, sürpriz Amma qəşəng oğlanlar var idi. Piknik eləyə bilərdik. Arada Gəliblər sigara çəkməyə qıraqda ona görə. Mən 4 il ondan deyə görmədim, mən zoxmaram. O bizdən deyil, o terminlər. Turpu. Ay dostlar, mağazaya girmişəm, baxıram donlara, deyirəm, ay Allah, nişan donladı. Mən nətər don tapım? Getdim, gördüm nişan don dediyim donu giyiniblər. Mən xına donuma gəldim. Təmizlədi o otelin. Azərbaycan, sən tanıyırsan bir də şey demişdiniz, mənim sevimli Onu kapımı. gətirsəydim, onu Salam. oynayardım. Demədim, gördüm 13 gəlir, getdim 13-ə mindim. O isə frog gəlirdi, amma 50 qəpiklik frog qaydı. Bu niyə daş? Dostlar, heç nə. Yemək götürmək üçün, dəmin danışında, yemək götürmək üçün sıraya düzülmüşdük. Sırada kolam boynuma töküldü. Rəngi boş qabların da iki pis gündə. Orada biraz ses söyləyərsən. Əlmə aldım, hiç sapsarı. Sardım sizə dostlar. Danışmayın. Ne bu buna sansür qoy, bunu buradan çıxar. Mən bu videonu belə Mən heç şey nə formada danışmamışam. atacağam. Biz izləyicilərimizlə səmimiyik. Sən Yeməyi belə Biz onu izləyicilərlə təşəkkür edirəm. Nəymiş, keçən dəfə videoda soruşmuşam neçə takipçi var? 23 idi. Şu an Gördüm, 39 oldu. Allah. biraz şey. Şey dedi, belə deyir. Adam mən sevir. Yalandı bu. Adam mən sevir. Ata mən bana aysan. Juju. Adam pili yok diyor. biraz mental Bilmirsən. Zamanı Çok bil. Sosyal medyada yani. Şeydi, adı səndə. öyrənəcək. O bir dənə sən söyle, bir dənə sən söyle. Sizə bu muamelə yapılması lazım. Bir dənə sən söyle. Kişisel gelişimi bırakıp biraz sosyal medyaya geçebilirsiniz. Hoşuma asmalıkta.
Lütfen. Kişisel gelişim de yok diyemem. Sen bu gecə sana da Zuzu, bizdə ata. Ata al ben oğlan. Zuzu atanın pulu yok da atanın pulu tutar. Al ben oğlan. Banan. Başka şey. Tanıyorum sizden. Spamlayın bu qızı. Spamlayın. Nurani ben götürüp telefon verir. Güya yaman Nurani oyaqlar. Ortada sizin ballarınızı sörüşmüşüm. Ha sağ ol. Sen de canım. Edit deyərsən də. Düşünlərdə YouTube'a video atırsan. Görərsən edit. Dostlar, əsla Beçerimizin bomba gelmədiyi kimi, bizim dostlarımızla tapa bilmədiyimiz üçün Beçerdən nə vaxt bu işini axtarır, üstün gedin. Biz əylənirdik. Siz getmişdiniz, akımdı onu çəkirdiniz. Biz orada almalı yiyirdim ben orada. Hə, gördüm, mən çaşıyardım. Almalı yiyirdim, ben böyle akım bakım. Bir elimde almalı, bir elimde böyle elimde. Sen kuş için bir yerinde fırlanırsan, bir kurumu da bize denk Aynen, getir. yaxındakı insanlardan seçilir. Ay sen kaçacağım buralarını atamayın. He ya. Neyse ben şu sayede keseceğim özür dilerim. Bizə dedilər ki, siz şükür eləyin ki, sizin masanız var. Biraz da burada əngə düşsəz, o da olmaya bilər. o kadar var ha. Çok terzi tutulacak aynen. O bilir. Biz de böyle edirik. Deyir ki, biz siz rəsmi şəxs falansınız. Deyir, yo, mən də tələbə şey deyəm, nə yeyəm. Çok bizden onda. Ha, belə edir, şükür edeyim masamız var. Sonra da o. Kaçım. Piriçon, az başlasın. Pirtu da Yani sen ne isterim. vaga? Pirtu da isterim. Rus dilini bilir. Aferin. Eləyəm də, rusunu yazdı, şunu yazdı. Kimsenin hiçbir şey bilmediği yerde bir insan her şeyi bilebilir. Bu kadar yani. Bir nəfər də bizə baxmır əsla, yəni hələ bir-birinin üstünə O kadar yönəldir. şübhə əsəbəşdirdi, mən halının qarağını Hə, qaravanda, təşkilatçılıqdan sonra bir boynuma məzuniyyət götürdüm. Mən bugün bura 4-cü kurs olaraq əylənməyə gəlmişəm. Hansıydı? Və problem bizdə də deyildi bu arada, orada başqa problem olan insanlar da Sən var. gedirik almağa Ondan istəsin sonra da ağzını. yemək, içmək heç nə sıfır. Yəni, bir dənə kartofu bacarmışlar eləməyə çox. Karton mən Kartı götürmədim. verir. Ha, firi olan. Ben kartofu yenə düzə yedim. Düzə pis döyüldü. Kola qəşəng idi. Kola geçer Çaylar da yedi. yaxşıydı. Tortları Hər şey Tortları beğenmedim. Yani ben ballı Fidanın tort bundan adıyla vəşi vloqunu beğenmişim ama Ay beğenmedim. yox, birinci tort nə idisə. Ballı tort adıyla götürdüm yani ona ballı tort demeye Ballı bir tort şahit be. istəyirdi. Yani mahnılar Benim da hələ dərdlər bomba deyil. Mallar qəşəng deyildi heç biri. mahlar qəşət değil. Bu hesabatda belə yola verdik. Bu uni ilə artıq məncə işimiz, olayımız tamamen bitti, deyilmi? Mutluyuz, huzurluyuz. Kısa sizce bu yoksa konnektör. Bu götürüb gedək, bəs. Ben her şey buna yerim. Sana aldanırım canım. Mən sənə Evde otur. sən də gəl. Buna talimat verdim ki evde otursun. Oturmur evde. Geldi. Ne kadar inandırıcı hareketler yapıyor. Sen hiç görmüş hayatım he. Kısa metrajlı film. Yenə KFC, yenə biz. Olan. Ben yine bu tür yiyeceğim. Benim hayatımın anlamı oldu. Ne bu? Bir de tuzlu otarım. Mili bak. Artık tecrübeliyim. Yani de ağzıma bunu tuturam biliyorum. Əvvəl cahil idim. İstədiyim kimi yeyirdim. Artık bilgiyim. Fidan standartlarına göre. Çəkilişi gördünüz. Komandalardan yaxşı elədim. Arkaya. Gidecek ben ama. Yaxşı. Dostlar, mən yenə də videomu bitirməyi unutmuşam. Çünki öyle. Ona görə evdə videomu bir daha açıram ki, sizi sağ olun. Sağ olun.